Özünü evində dustaq edən tənhaların sayı artır. Yaponiyada uzun müddət sosial izolyasiyada qalan şəxslər hikikomori üçün son araşdırmalar və müvafiq müdaxilə proqramları yayımlayıb. Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2024-cü il noyabrında təqdim etdiyi 5 günlük hikikomori müdaxiləsi proqramı hazırlayıb. Valideynlərə yönləndirilmiş sessiyaları və 6 aylıq sonrakı müşahidə dövrünü əhatə edən layihə valideynlərin sosial izolyasiyada olan övladlarının psixoloji və sosial vəziyyətini daha doğru qiymətləndirmək bacarığını artırıb. Sorğuya görə 15-64 yaş aralığında təxminən 1,46 milyon nəfər uzun müddətli sosial təcrid yaşayır. Təcridin yalnız gənclər arasında deyil, orta yaşlı şəxslərdə də yayılması müşahidə olunur. Mütəxəssislər bildirir ki, müdaxilələr yalnız fərdi səviyyədə deyil, ailə və icma əsaslı olmalıdır. Bu yanaşma uzun müddətli dəstək, empatiya və sosial reinteqrasiya üçün əsasdır. Proqram çərçivəsində valideynlər virtual reallıq vasitəsilə övladlarının baxış bucağını təcrübədən keçirərək müdaxilə strategiyalarını öyrənirlər. Bu proqramlar Yaponiyada uğur qazanmaqla yanaşı regionlarda, o cümlədən ölkəmizdə də oxşar sosial izolyasiya halları üçün nümunə ola bilər.